Hicablı xanımlara münasibətiniz necədir? Belə baxanda normaldır münasibətim. Sadəcə onları cəmiyyət içərisində belə klublara da gedən də var hicabların. O cəhətdən onlara pisdir. Amma belə normal cəmiyyət içərisində yaxşı. Normal. Sizcə bütün qadınlar hicab bağlamalıdır? Bütün qadınlar demək, amma özünü dərk eləyən qadın, yəni onu özünə layiq bilən, hicaba layiq olmalısan da, yəni o adi bir şey deyil mənim üçün. Mənim fikrimcə ona gərək layiq olasan. Hər qadın da onu bağlamamalıdır, hər yoldan keçən də onu bağlamamalıdır, üzr istəyirəm ifadəmə görə. Yəni nə isə hər hansı uşağa da bağlatdırırlar böyüyə də, amma yəni məncə onu özünü dərk eləyən, öz fikirləri olan insan bağlasa daha yaxşı olur. Tam yaxşıdır. Nəyə görə? Nəyə görə yaxşıdır? Belə deyim də, Quranda onsuz bildirdiyinə görə qadın hicablı olmalı, yəni örtülü olmalıdır. Onlar da örtüsü ilə gəzirlər, yəni başı örtülü olurlar. Bunun heç bir problemi yoxdur. Başı örtüsü olmayan qadınların da heç bir sözüm yoxdur. Onların öz sesimi təbii ki, yəni bunu kimsə bir şey deyə bilməz. Amma mənim məktəbdə oxuyanda, məsələn, hicablı bir qıza bir söz deyilmişdi, yəni hicabını çıxar deyə, bütün qrup şəklində etiraz eləmişdik. Yəni, məqsəd budur. Yəni, necə, yəni, sözüm budur ki, yəni, heç bir problem yoxdur. Yaxşı. Niyə? Çünki yaxşıdır. Necə yəni? Sizcə bütün qadınlar hicab bağlamalıdır? Məncə, yəni bilmirəm, düzü, dindən elə də yaxşı başım çıxmır, amma dində həqiqətən yazılıbsa da yəqin ki, bağlanmalıdır. Yaxşı. Niyə görə? Ona görə ki, Allah hidayət edirlər. Sizcə bütün qadınlar hicab bağlamalıdır? Bütün qadınlar deyəndə ki, baxır da indi. Onu mən necə deyim sizə, Allaha inananlar əlbəttə namaz da qılmalıdır, hicab da bağlamalıdır. Hicablı qadınların sırf hicab geyinməsindən söhbət gedirsə, münasibətim yaxşıdır əlbəttə. Əgər bir insan sadəcə bir qadın, müsəlman qadın öz əzalarının görünməsini istəmirsə, bu məqsədlə hicabla bağlayırsa sırf Allah rızası üçün, bu təqdirə layiqdir və əgər müsəlmandırsa təbii ki, yenə də vurğulayıram. Yəni onun dininə görə Allahın əmridir və buna itaət göstərir də bu hicab taxması. Çox yaxşı. Sizcə bütün xanımlar hicab bağlamalıdır? Vallahi hərənin öz fikri var, məncə bağlasalar yaxşı olar. Nəyə görə fikirləşirsiniz ki, bağlasalar yaxşı olar? Dinimizdə vacibdir də. Çox yaxşı, amma yəni bəziləri fikirləşirlər ki, yalnız hicablı qadınlar yəni hicabını nəyisə örtmək üçün bağlayırlar, yəni hansısa əvvəl elədiyi səhvlərin örtbasını eləmək üçün, amma hamının sırf bu fikirdə olmasına razı deyiləm. Yəni bu qədər. Sizcə bütün qadınlar hicab bağlamalıdır? Yəni kimin əslində bu müsəlmanların hamısının bir yəni borcudur. Lakin istəyən bağlaya bilər, istəyən bağlamaya da bilər. Münasibətim yaxşıdır, çünki onların bu şəxsi fikridir. Hər an öz fikrinə hörmət eləmək lazımdır. Onun inanclarına görə, inandığı dinə görə o başını bağlamaq istəyirsə, məncə heç kim ona qarışa bilməz. Münasibətim normal. Niyə görə? Niyəsi yoxdur, yəni ki, normaldır, onun öz seçimidir. Sizcə bütün qadınlar hicab taxmalıdır? Bütün qadınlar deyəndə ki, yəni insanın öz seçimidir, yəni fərq yoxdur, yəni taxa da bilər, hicab taxmaya da bilər.